Qaqarin komandasının kapitanı Şəmsəddin Süleymanlı. İlk öncə qələbə münasibətlə təbrik edirik sizi. Çox gərgin oyun keçdi. Oyun haqqında fikirləriniz, artıq qrup liderisiniz. Rəqib güclü idi. Biz hazır idik. Nəticə gözlədiyim kimi oldu. Qalib gəldik. Çünki futbol məsuliyyətsizlik, rahatlıq sevmir. Əksinə məsuliyyət, mübarizə tələb edir. Bu mübarizəni də bugünkü oyunumuzda biz göstərdik. Qrupda birinci yer tutduq. Selpo komandasını da təbrik edirəm. Onlar da ikinci yer tutdular və hər ikimiz 8-də bir mərhələyə yüksəldik. Bu mərhələdə oyunlar çox gərgin və maraqlı keçir. Səhvlər bağışlanmır və ucuzan komanda çempionatdan kanallaşır. Biz sonraki mübarizəmizi aparasıyıq və çempionatda iştirak edən və növbəti mərhələyə keçən bütün komandalara uğurlar arzulayıram. Oyun çox sərt və gərgin keçdi. Komanda yoldaşınız Elmarla çox sərt oynuyordunuz. Hər ikiniz bir-birinizə qarşı bunu. Dediyim kimi, yəni Selpon heyəti Qaqarin komandasından həqiqətən güclüdür. Futbol keçmiş olan uşaqlar daha çoxdur. Amma futbolda təkcə qabiliyyət yox, xarakter lazım. Xarakterimizi də ortaya qoyduq. Sonraki mübarizə apardıq və qazandıq. Dediyim kimi, gözlədiyim kimi oldu və Qaqarin komandasını tutmaq asan olmayacaq. Təbrik edirəm, uğurlar arzu edirəm. Sağ olun.